Seher Saatı. Sabahınız xeyir değerli dostlar, değerli dinleyiciler. Mən Xanlar Medyevin təqdimatında Səhər Saatı proqramını dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebook'dan və YouTube'dan CBC FM Azərbaycan yazmaqla. Və bugün çox maraqlı qonağımız var. Demək olar ki, 2 il idi biz görüşmürük. Və 2 il idi səhər tezdən saat 8-ə qismət olur ki, biz görüşürük. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonağımızda. Sabahınız xeyir Araz. Sabahınız xeyir. Necəsiniz? Təşəkkür edirəm. Ölkədən təzə gəlmişsiniz, bilirəm. Ölkə təzə gəlmişsiniz daha doğrusu. Amma maraqlı bilirsiniz nədir Araz mənim? Normalda bu qurumu əvvəl biz adını belə eşitmirdik, yəni həqiqəti desək də. Yəni bu qurum neçə ildir var idi, amma demək olar ki, gizlənmiş bir formada orada iş görürdü. Amma siz keçdiniz, Araz Paşayev bura təyin olundu. Təyin olunandan sonra bəli sədr olaraq təyin olundu. Ondan sonra gəldi, bu tədbir təşkil elədi, o görüşlər, bu görüşlər, o rayon, bu adamlarla görüş. Yəni çox möhtəşəm işlər görürsünüz. Necə olur? Vay mənim, necə çatdırırsınız bunu? Təşəkkür edirəm belə müsbət fikirləriniz üçün, amma birincisi bu seçkili orqan olduğu üçün bura seçildim. Bəli. Seçildikdən sonra əlbəttə ki, əvvəlki dövrləri də bir mənalı heç nəyin baş vermədiyini demək olmaz, amma həmin dövr üçün bəlkə də ictimai kommunikasiyalar tam şəffaf qurulmamışdı, yəni peşəkar qurulmamışdı. Bu ola bilər, amma yetərincə bu illər ərzində işlər görülüb və bir institut olaraq, yəni Həmkarlar İttifaqı Təhsil İşçiləri bu sahədə qurulub, böyük bir strukturu bütün ölkənin bütün şəhər rayonlarında təmsil olunur. Yəni hər bir rayonda əməkdaşlarımız var, ştatımız var bir neçə nəfər və müəyyən işlər görülüb, amma yeni baxışımız, yəni yeni strateji baxışımız daha çox kommunikasiya, daha çox ünsiyyət, daha çox əks əlaqə ilə işləmək və üzvlərimizin bizdən nə istədiyini gözləmək. Yəni zərurət olduqda, yəni Həmkarlar İttifaqı bütün dünyada əsasən əlxüsus, yəni təhsil hissəsindən danışdıqda, bütün dünyada bəlli bir strategiya üzərində çalışır, bəlli bir struktur üzərində fəaliyyət göstərib, amma mən düşünürəm ki, indi tam zamanıdır ki, bu fəaliyyətimizi yalnız beynəlxalq təcrübə üzərində deyil, həm də əks əlaqə üzərində quraq və üzvlərimizin istəyinə, çünki bu çox geniş bir təxminən bugün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz sıralarında təxminən 400 min nəfərə yaxın üzvü birləşdirir və bu üzvlər məktəbə qədər təhsil müəssisəsinin texniki işçisindən başlayaraq ta elmi təşkilatların alimlərinə, yəni elmi işlərinə, akademik işlərə qədər bir böyük bir benefisiar qrupu əhatə edir. Bu baxımdan, yəni onlarla işin özəlliyi də məhz həmin o komponentlər, həmin benefisiar qrupumuzun, məqsədli qrupumuzun bütün komponentlərini əhatə etməlidir. Yəni bunlar 400 min dediniz. Bəli. O çəkdiniz, o kimlərə xidmət edir. Bəli. Çətin deyil. Yəni hər bir individual yanaşma olmalıdır da. Bayaq da sizlə söhbət eləyəndə dediniz ki, 65 yaşlı bir insana, mən 25 yaşlı bir insanla eyni yerə qoya bilmərəm. Düzdür, ruhən gənc olsa da, amma bu fiziki olaraq onu çatdıra bilməyəcək. Yəni o aktivitelərdə iştirak eləmək. Tamamilə düzgün vurğulayırsınız. Yəni mən istəyərdim ümumiyyətlə bu ATİAHİ-nin bir missiyasından danışım. Bizim əsas məqsədimiz üzvlərimizin əmək hüququnu və sosial-iqtisadi mənafelerini qorumaqdır ilk növbədə. Onların sağlamlığını, istirahətini təmin etmək. Bilirsiniz ki, burada yollayışlar sistemi var və hər il müəyyən sayda insanlar yollayışla təmin olunur ki, sanatoriya, kurort istirahət mərkəzlərində istirahət eləsinlər və yaxud həm ATİAHİ-nin, həm Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, yəni nəzdində tabiçilində olan istirahət mərkəzlərində istirahət olsun. Yəni bu mütləq sanator, kurort olmaya da bilər, sadəcə istirahət ola bilər. Yəni bu baxımdan çox geniş bir spektr xidmətimiz var ki, bu xidmətlərdən düzgün hər bir qrup benefisiarımız yararlanmalıdır. Yəni və asudə vaxtın təşkili, müxtəlif intellektual oyunlar ola bilər. Bu hər yaş kateqoriyasına uyğun olaraq müəyyən deməli tədbirlər təşkil oluna bilər. Bu baxımdan, yəni gözəl vurğuladığımız bizim benefisiar qrupun bir 8-9 istiqamətli yaş bölgüsü və status bölgüsü var. Yəni bu baxımdan bildirdiyimiz təhsilin bütün pillə və səviyyələri üzrə, yəni təmsil olan insanların yaş kateqoriyaları üzrə bölsək, yəni 60
50 plus yaşda, 50 65 yaş, 50-70 yaş arası olan insanların daha çox aktiv idman və yaxud aktiv hansısa bir sosial tədbirlərə, yürüyüşlərə, ekskursiyalara deyil, daha çox oturaq, daha çox intellektual, daha çox belə deyək, fiziki, daha az fiziki aktivliyi olan bir tədbirlər təşkil edir, amma daha gənc qruplarla və yaxud tələbə qrupları ilə bu mütləq idman tədbirləri olur, mədəni kütləvi tədbirlər olur bu baxımdan. Asudə vaxtın təşkilinin digər bir elementi kimi mədəni inkişaf proqramlarımız var ki, burada müxtəlif tamaşalar, deməli, müxtəlif kinoteatrlarla əlaqə saxlayırıq, müxtəlif deməli teatrlarla əlaqə saxlayırıq ki, insanların mədəni inkişafını təmin edə bilək və təhsil işçisi bu gün heç olmasa ayda bir dəfə özü, öz ailəsi ilə bir yerdə və yaxud öz övladları ilə bir yerdə hər hansısa bir vaxt keçirsin və bir ənənə və bir davranış modeli formalaşsın ki, bu insanlar yəni artıq tamaşaya bir yerdə gedib baxa bilsinlər, onu müzakirə edə bilsinlər və bunu bu vasitə ilə də bir kütləvi həm maarifləndirmə, həm inkişaf, eyni zamanda da onların bir asudə vaxtını təşkil edək. Yəni onların əlində artıq o tamaşaya bilet olduqdan sonra bir çoxu o biletin xatirinə ən azı ilk dəfə gedəcəklər. Hər növbəti dəfə isə biz artıq həmin tamaşanı nümayiş etdirən belə deyək. Bizə də bilet verin, biz də getmək istəyirik. O növbəli prinsipində olacaq. Yoxsa ki, məsələn, hamıya elə orada, misal üçün, Lənkəran Dövlət Teatrıdır, tutalım ki, orada nə qədər üzvünüz var, hamısına birdən bilet veriləcək ki, bu qarşıdakı 12 gün ərzində evdə oturmasın. Burada çox vacib amil, yəni paralel olaraq biz maddi imkanları da nəzərə almalıyıq. Çünki Lənkəran rayon komitəsinin və orada olan üzvlərin sayının əmək haqqından tutulan 2%-in yığımı və həmin yığılmış vəsaitin bəlli bir xərclənmə bölgüsü var. Yəni həmin vəsaitin bir qismi maddi yardım kimi, digər bir qismi mədəni kütləvi tədbirlərin təşkilinə, bir qismi əmək haqqı sistemi və yaxud fəalların mükafatlandırılması və yaxud yollayışlar üçün nəzərdə tutulur. Yəni bu toplanan vəsaitin hamısı mədəni kütləvi olmaya da bilir. Burada növbəllik prinsipi dediyim kimi daha çox, daha yaşlı, daha belə deyək, mötəbər yaş bir çərçivəsində olan ağsaqqallar deyək, daha yaşlı təhsil işlərimiz deyək, üzvlərimiz. Bax bu kontingenti daha çox istəyirik ki, ilk növbədə bu mədəni kütləvi proqramlarda məqsədli qrupumuz olsun. Ancaq digər gənclərlə bağlı isə həmin o bölgüdə olan kənar büdcə, nəzərdə tutulmuş büdcələrə uyğun olaraq müəyyən idman tədbirləri, intellektual inkişaf tədbirləri, düşərgələr və s. kimi tədbirlərə cəlb edək. Peşəkarlıq səviyyəsini artırmaq üçün hansı işlər görürük? Yəni bu istirahət tərəfidir. Bəli. Amma bilirik ki, bu üzvlərimizin daha peşəkar səviyyədə olması üçün də müəyyən işlər görülür. Xanlar bəy, əslində bizim missiyamızda müəyyən təlim intellektual proqramların həyata keçirilməsi kimi bir istiqamətimiz var və burada ixtisas artırma ola bilər və s. Ancaq bu gün nəzərə alsaq ki, bu funksiyalar, yəni ATİAHİ tərəfindən tam əhatə oluna bilməz. Əgər təhsil işçisindən danışırıqsa, bu Elm və Təhsil Nazirliyinin, yəni Mərkəzi İcra Hakimiyyəti orqanı olaraq onların öhdəliyində olan bir vəzifələrdir və onların bunu etməyi daha düzgün olur ki, bu onlar hər növbəti il müəyyən diaqnostik qiymətləndirmələr keçirilir. Zəruri ehtiyac olunan, ehtiyac hiss olunan hansısa regionda hansı biliklərə, hansı səriştələrə daha çox ehtiyac var, buna fokuslanmış proqramlar ünvanlı həyata keçirə bilir. Ancaq bizim tərəfimizdən əsasən bu istiqamətlər tələbələrlə işimizdə daha çox özünü göstərir və bu karyera, əmək bazarına hazırlıq, əmək bazarı üçün zəruri olan səriştələri əsasən də son kurslarda olan və magistratura səviyyəsində təhsil alanların əmək bazarına hazırlıq, əmək bazarına çevik, yəni dərhal daxil ola bilmələri üçün, öz sosial təminatını və yaxud əlavə dəyər yarada bilməsini təmin etmək üçün hansı vacib səriştələrə ehtiyac varsa, bu istiqamətdə fəaliyyət göstərir və belə bir proqramlarımız var. Yəni ki, burada xarici dil ola bilər, hansısa bir kompüter proqramlarının spesifik, misal üçün Microsoft Excel, hara getsə bir insan, istəyir mühasib olsun, istəyir hüquqşünas, mütləq bu proqram və bu proqramın düşüncə məntiqi alqoritmi üzərində qurulmuş digər bir proqramlardan istifadə etməyə bacarığı var. Və əgər Excel-i insan peşəkar
texnikal cəhətdən biləcəksə bir tələbə, yəni artıq digər bir hesablayıcı proqramlarla, uçot proqramları da işləyə biləcək. Yəni məntiq olaraq bütün proqramları öyrətmək mümkün deyil, amma bazı səriştə özəyi verdikdən sonra artıq onların öz bilik, bacarığı və öz motivasiyasına bağlı olacaq. Psixoloji dəstək layihəsi. Endirimli yollayışlar kampaniyası. Təlimlər çıxır qarşımıza. Bəli, gəlin yollayışlardan danışaq. Yəni bu vurğuladığınız bizim müsahibənin əvvəlində uzun illərdir ki, ümumiyyətlə həmkarlar strukturuna, həmkar strukturuna daha çox yollayış verən bir struktur kimi baxılırdı və bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşəbbüsü ilə, yəni kurort turizm istirahət mərkəzi yaradılıb. Yəni ümumiyyətlə bu prosesin tamamilə elektron və şəffaf həyata keçirilir. Artıq bu regional komitə sədrləri və yaxud hansı bir təşkilatın nəzdində olan həmkar sədrinin verdiyi qərar deyil. Kim bunu alsın, kim almasın yollayışı. Artıq şəxsə görə dəyişmir, o istəyə. Bu şəxsə görə dəyişmir. Burada artıq xüsusi mərkəz yaradılıb. Həmin mərkəz qaynar xətt vasitəsilə müraciət olunur. Zəruri məlumatlar ora təqdim olunur. Misal üçün təhsil işçisidirsə, hansı məktəbdə çalışır, hansı müddətdir çalışır, ad, soyad, müəyyən fin kod. Bundan sonra həmin məlumatlar bizimlə dəqiqləşdirilir. Yəni bizim Respublika Komitəsi ilə dəqiqləşdirilir. Üzvümüz olduğu halda onun müraciəti qeydə alınır və təxminən 2 iş həftəsi ərzində ona kommunikasiya olunur və istədiyi bir yerə öz yollayışını ala bilir. Yəni bu qədər asan. Yəni illər ərzində bu proses kimlərdənsə daxildə olan hansısa bir inzibati və yaxud bürokratik mərhələlərdən keçməli idisə, indi bu proses tamamilə şəffaf qaydada təşkil olunub. Yəni artıq mən sizə deyim, dekabr və yanvar ayları ərzində 1000-1100 nəfər yalnız təhsil sahəsindən yollayışla təmin olunub. Yəni bu daha çox pensiyaçı üzvlərimiz var ki, onlar müraciət edirlər. Yəni bu insan 30 il, 40 il həmkarların üzvü olub və faizini verib. Sadəcə bu gün gəlir, müraciət edir. Əlbəttə ki, biz onları da çalışırıq ki, yəni nəzərə alaq və təhsil işçiləri yalnız yay mövsümündə əsasən yay mövsümündə məzuniyyətdə olduğu üçün, yəni il ərzində, akademik il ərzində onlar təhsildə olur və biz çalışırıq bunu yay mövsümündə daha çox edək. Amma artıq son 2 ayda bu dəyişikliklər onu göstərir ki, insanların etibarı yaranır, üzvlərimizin etibarı yaranır və bundan məmnundurlar. Məmnundur. Bu yollayışlarla bağlı olan hissə və ikinci hissə ikinci hissə burada psixoloji dəstək layihəsi. Psixoloji dəstək layihəsi. Bu isə biz belə deyək, nitqin əvvəlində dediyim kimi daha çox fəaliyyətimizi ünvanlı edib və üzvlərimizin ehtiyaclarına fokuslanmaq istəyirik. Bununla bağlı bir neçə fokus qrup müzakirələr keçirdik. Müxtəlif regionların müəllimləri ilə, üzvlərimizlə belə deyək. Və burada ən vacib məqamlardan biri də psixoloji yardım, daha çox məlumatlandırma, daha çox özünü inkişaf, daha çox o günümüzün akademik stresi yetərincə böyükdür. Yəni bilirsiniz ki, hər evdə təhsil alan, yaxud təhsil verən, yaxud təhsillə bu və ya digər formada bağlı olan adam var. Və bu halda müəllimlər, yəni bu 10 il, 20 il, 30 il, 50 il əvvəl olan və bu gün olan təhsilin üzərində sosial tələb, sosial diqqət, sosial stres, yəni 20 il əvvəl olandan daha çoxdur. Və bu halda müəllimlər əlbəttə ki, bir dönəmdən sonra onlarda da belə deyək, hansısa bir psixoloji fokuslanma, bir öz üzərində işləmək, bir o anti-stres tədbirləri deyək, belə bu tipdə tədbirlərə ehtiyac olur ki, bu da həm qrup formasında, həm individual qaydada təxminən 3000 nəfər, yəni bu yanvar ayında biz başlamışıq, yəni pilot olaraq 3 aylıq bir proqram kimi artıq 3000 nəfər özü müraciət edir və o seçilmiş və davamlı gəlir. Yəni orada 5 konsultasiya, 3 yəni 5 konsultasiyadək o insanlar istifadə edə bilir. Bunun qrup şəklində olan formatları da var ki, qrup formasında deməli təhsilin təşkilində pedaqoji prosesdə psixoloji məqamlar misal üçün bu adda hansısa bir seminar, bir məlumatlandırma sessiyası formasında ancaq aktiv, inklüziv kommunikasiya ilə, yəni hər bir şəxs öz problemini deyir. Çünki burada problemlər də regiona görə, təhsilin pillə və səviyyəsində, məktəbə qədər təhsil səviyyəsində bu başqa cür ola bilər, ali təhsildə fərqli ola bilər. Mütləq surətdə burada da artıq individual yanaşma ilə belə deyək. Mənim xoşuma gəlir. Normalda necə idi əvvəl
tutalım ki birinin başı ağrıyırsa deyir ki hamının başını kəsin. Çünki o birisinin də baş ağrıma ehtimalı var. Yəni da demirdilər ki, tam ki buna dərman vermək lazımdır, buna belə eləmək lazımdır. Sizdə nə xoşuma gəlir? Başlayırsınız individual yanaşma. Bir adamın tam ki falan istiqamətdə sıxıntısı varsa, o adama uyğun başlayırsınız plan düzəltməyə. Və yaxud da digər fərd və bu çatdırmaq baxımından necədir? Müəllim, çətin deyil. Yəni həriyə ayrı yanaşma, həriyə bir xüsusi diqqət, qayğı. Yəni bunu başa düşürük. Yəni eləməliyik, amma resursumuz varmı? Hazırda bilirik ki, təzə təyin, daha doğrusu təzə seçilmisiniz ora. Yəni siz bura gələndən artıq başladınız individual yanaşmaya və burada çox qəribə də qarşılana bilər ki, olur. Amma bizə bu qədər belə yanaşmıyorlar axı. Tamamilə sizdən razıyam və hətta bu nəinki bizim indi mən seçildikdən sonra bəlli bir komanda formalaşdırmışıq və o həyat iş balansı daha çox iş tərəfə yüklənsə də, ancaq hədəfimiz bizimlə çalışan, yəni ölkəmizin bütün şəhər rayonlarında olan komitələrimiz və onların heyətinin bu işlə mütləq surətdə komanda olaraq daha peşəkar yanaşmasına ehtiyac olacaq. Və bunun üçün də müəyyən həmkarlarımız var ki, onlar komitələrdə artıq belə deyək, yeni tələblərə, yeni baxışa uyğunlaşa bilmədiyi üçün özləri işdən ayrılanlar var. Müəyyən səhhəti ilə bağlı, yaşı ilə bağlı, sosial bir o dəyişiklikləri çatdıra bilməməklə bağlı və hədəfimiz budur ki, biz hər növbəti götürülən insanı, işə götürülən insanı artıq müasir fəaliyyət proqramımıza uyğun olaraq, yəni burada şərtimiz mütləq gənc deyil. Sadəcə daha proaktiv, daha enerjili və bir bəli, tamamilə yeni baxışı olan bir insan. Çünki hər bir regionun, yəni bildirdiyim kimi öz spesifik gözləntiləri ola bilər və bu bir çox hallarda fundamental məsələlər eyni olsa da, amma yerdə reallıqlar fərqlənə bilir. Yəni ona görə o hər bir region üzrə də çalışmalıyıq ki, oradan həmin ictimaiyyətdən, yəni həmin təsir ictimaiyyətini təmsil edən bəli, kimsə olsun və orada müsbət qarşılanan kimsə olsun. Hörmətli adamlardan biri olsun ki, sözü keçsin. Hörmətli o insanın arxasınca getmək və o insanın artıq o insanın yanına müraciətə gələ bilsinlər. Bu çox vacib amillərdən biridir. Çünki burada hüquqların qorunması məsələsi, yəni hər il bildiyiniz kimi Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən ixtisaslar üzrə müəllimlərin diaqnostik dəyərləndirilməsi, qiymətləndirilməsi keçilir. Bu qiymətləndirmədən sonra artıq öz işini itirən insanlar olur. Çünki öz ixtisası üzrə zəruri balı toplaya bilmir və burada da bir etik dilemma formalaşır bizim qarşımızda. Yəni vətəndaş soydaşımız olaraq bu insanın əmək hüquqları ilə maraqlanmalıyıq, iqtisadi mənafe ilə. Digər tərəfdən biz anlayırıq ki, təhsilin içində öz tədris etdiyi ixtisas üzrə 5 bal belə toplaya bilməyən bir insanın, yəni bizim məktəbdə qalaraq o təhsil davam etmək məcburdurmu və biz buna göz yumub sonra nəticədə ağır fəsadları görürük həm əmək bazarımızda, həm iqtisadi belə deyək, dəyər yaratma prosesində. Bu baxımdan biz bugün o acınacaqlı da olsa müəyyən qərarlar qəbul olunur və ancaq biz həmişə həmin insanların yanındayıq. Yəni bu baxımdan Elm Təhsil Nazirliyi də müəyyən olaraq digər sosial iş yerlərini təmin etməlidir, edir və bu prosesdə onların yanında oluruq. Və bir çox, mən sizə deyərdim 2024-cü ilin son rübünə baxsaq, bir çox müraciətlər var ki, onlar iş yerinə bərpa olunmaqla bağlı, onların iş yerindən həmişə də tam, belə deyək, şəffaf, həmkar, həmin istəyir iş təşkilat olsun, istəyir şəhər komitəsi olsun, həmkarın iştirakı olmadan olur bəzən onların işdən ayrılma məsələləri və bu baxımdan mütləq surətdə biz həmişə öz, belə deyək, üzrümüzün yanındayıq. 100 tələbəyə də təqaüd vermişsiniz. Bu proses artıq təxminən 20 il əvvəl başlayıb və ATİ tərəfindən hər il 50-60 nəfər tələbəni öz həm həmkarlar işində aktiv olan, fəal olan, eyni zamanda sosial əsas qruplara aid olan tələbələrə bir dəfəlik, ildə 2 dəfə təqaüdlər verilirdi və biz bu ildən artıq bu sayı artırdıq, təxminən 2 dəfə 100 nəfərə çatdırdıq və bura qoşulan tədris müəssisələrinin sayını da, yəni ali təhsil müəssisələrinin sayını da artırdıq və növbəti illərdən düşünürük həm orta, həm peşə, həm orta ixtisas təhsil müəssisələrində də bu ənənəni
genişləndirək və bununla o tələbələrin sosial həyatına müəyyən qədər dəstək olmuş oluruq. Eyni zamanda bir stimullaşdırıcı alət olaraq, yəni formalaşdırırıq ki, insanlar bunu əldə etmək üçün həm akademik göstəricilərinə uyğun səviyyədə saxlasınlar, eyni zamanda sosial əsas qruplardan olan övladların, yəni tələbələrimizin, soydaşlarımızın müəyyən qədər sosial qayğılarını azaltmış olaq. O həmənki sosial qrupa aid olan insanlar üçün fərqli tədbirləriniz də olub, mən biləm, və bu istiqamətdən hansı işlər olacaq? Bununla bağlı tələbə kontingentini götürsəm, misal üçün hal-hazırda tələbələr və ali təhsil müəssisələri, yəni kimin ki resursu var, onlarla tələbə yataqxanaları proqramı, yataqxanalardan istifadə, bundan əlavə onlar üçün hər hansısa bir əlavə bir sosial qayğılarını azaldacaq tədbirlər haqqında üzərində çalışırıq, işləyirik və harda ki bu resurslar var, həm ali təhsil müəssisəsi tərəfindən, həm bizim həmkarların dəstəyi ilə ora yönləndirməyə çalışırıq. Bundan əlavə biz şəhid ailələrimizin və qazilərimizin övladları üçün və yaxud təhsildə təmsil olunan, təhsil prosesində olan müəllim kimi, şagird kimi, tələbə kimi olan, onlar üçün xüsusi düşərgələr və belə deyək, maarifləndirmə tədbirləri təşkil edirik. Yəni xüsusi dedikdə burada bir inklüzivliyi təmin edirik ki, həmişə onlar diqqətimizdə olsun. Yəni paralel olaraq bir paralel həmişə bütün tədbirlərimizin içində bir ana xətt kimi onların iştirakını da təmin edə bilək. Çünki bu bizim üçün bu yeni fəaliyyət strategiyamızın çox vacib komponentindən biridir və bəlkə də birincisidir. Çünki bu insanlara davamlı olaraq diqqətdə saxlamaq, yəni bu yalnız bizim deyil, bütün şəhidlərimizin, hörmətli prezidentimiz tərəfindən artıq biz görürük nə qədər qayğı göstərilir və biz də bunun yanında olaraq həmin özümüzün hissəsində olan, kontingentimizdə olan benefisiarlarımızın yanındayıq. Maraqlı məqam nədən ibarətdir? Ən çox hansı məsələlər üzrə sizə müraciət olunur? Mən sizə tam səmimi deyəcəm. Ən çox müraciət olunan məsələlərdən hal-hazırda hələ mən qış mövsümüdür və ən çox müraciət olunan məsələlər bugün yollayışlarla bağlıdır. Mən düşünürəm ki, əgər bu qış mövsümündə belədirsə, yayda bir mənalı olaraq, yəni əsas lokomotiv müraciətlər bu olacaq, amma eyni zamanda bu qiymətləndirmə dövründən sonra gözləyirəm ki, müəyyən şikayətlər artıq o diaqnostik qiymətləndirmədən sonra olacaq və bir də yəni bundan əvvəlki illər üzrə mən o struktura baxdıqda müraciətləri bir çalışırdım, onların mövsümünü aylar üzrə bir planlaşdırım, baxım hansı daha çox olur və əsasən o məzuniyyət dövründə məzuniyyət pullarının hesablanması ilə bağlı məqamlar olur ki, burada bizə təhsil məsələsinə əsasən may-iyun aylarında belədir, daha çox iyun ayında olur bu və bir də müəyyən tədbirlərdə iştirakla bağlı, bu da artıq mənim üçün çox sevindirici haldır. Biz həm Elm Təhsil Nazirliyi tərəfindən, həm digər üzvlərimiz tərəfdən, yəni bu təhsil ATİAH-nin tərkibində olan müxtəlif təhsil pilləsində və səviyyəsində tədris verən strukturların müraciətləri, layihələri əsasında müəyyən tədbirləri həyata keçirir. Bunlardan biri, misal üçün, Pedaqoji Universitetdə biz məktəbə qədər təhsil müəssisələrinin müəllimləri üçün fərdi mentorluq mərkəzi, coaching mərkəzi açmışıq, Təhsilin İnkişaf Fondu ilə birgə və buradan artıq müsbət siqnallar gəlir və digər qruplar, yəni orta məktəb müəllimləri üçün belə bir mərkəz istəyirlər. Ondan sonra ali təhsil müəssisələri üçün hər biri bu tədbirləri gördükdən sonra burada da mütləq surətdə biz bir mənalı olaraq beynəlxalq təcrübəni cəlb edirik. Çünki biz istəyiriksə öyrədək, yəni hər hansısa bir ən yaxşı modelləri tətbiq edirik və bu baxımdan bunu Təhsil İnkişaf Fondu və yaxud da Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşəbbüsünə bizim də dəstəyimizin olması, onların bu layihənin həyata keçirilməsinə belə deyək də müvəffəq oluruq. Yəni bu da hamı üçün bir win-win modeli olaraq, yəni hamının işinə dəyər qatır. Eyni zamanda da yəni orada artıq o sertifikasiya proqramlarında iştirak etmiş müəllimlər nəinki Azərbaycan, həm də beynəlxalq ən yaxşı təcrübələri görmüş olurlar. Memorandumla imzalamısınız Təhsilin İnkişaf Fondu ilə, daha sonra Türkiyə İş Adamları Birliyi ilə
Ondan sonra son aylarda həmçinin Elm və Təhsil Nazirliyi tabeliyində idarə və təşkilatların birbaşa sizin quruma üzv olması da müşahidə edilir. Yəni bu memorandumlar bizə nə? Memorandumların əsas məqsədi, yəni burada baxsaq, yəni Təhsil İnkişaf Fondu və yaxud bu tipdə olan strukturlarla maraqlıyıq davamlı olaraq əməkdaşlıq etməyə. Çünki bu strukturlar müəyyən təhsilin inkişafına, bayaq dediyimiz o intellektual inkişaf istiqamətində tələbələrlə bağlı, müəllimlərlə bağlı müəyyən layihələr həyata keçirilir. Bunlardan biri bugün Tələbə Plusdur ki, biz ATİAX olaraq Tələbə Plusun partnyoruyuq, rəsmi partnyoruyuq və bundan sonra müəllimlər üçün Müəllim Plus layihəsi gözlənilir. Hansı ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Bəlkə də bu hələ o elan olunmamışdı, amma mən dedim, yəni bu müzakirələr gedir və orada da partnyor olmaq istəyirik. Niyə? Çünki biz benefisiarımıza həmin kart vasitəsilə birbaşa çata bilirik. Yəni o insanlar o kartlar, yəni Tələbə Plus kartı onların həyatına, sosial mənafeyinə, iqtisadi imkanlarına birbaşa təsir edəcəksə və tələbə gedib hansısa bir geyimlə bağlı, qida ilə bağlı və yaxud nəqliyyatla bağlı 10-20% endirim alırsa, bu demək ki, biz onların iqtisadi mənafeyinə töhfə vermiş oluruq. Yəni bizim missiyamız uyğun. Bundan əlavə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən də həmkar kartın, həmkar plus həyata keçirilməsi nəzərdə tutulur ki, onun da əlbəttə ki, tərəfdaşı olacaq və orada da müəyyən həm vəsait, həm belə deyək, üzvlərimizin qatılmasını təmin edəcək ki, bu davamlı olaraq çalışdığımız benefisiyanın məmnuniyyətini təmin edə bilək. Bu bir zaman alacaq və bu kimi memorandumlar bizi daha yaxın edir və biz partnyor olaraq başa düşməliyik ki, hər hansı bir vəsait xərcləndikdə və yaxud partnyorluğumuz olduqda və yaxud üzvlərimizə bu məlumatlanmanı təmin etdikdə geri dönüm nə olacaq? Yəni bu münasibət və yaxud maliyyə investisiyamızın geri dönümü nə olacaq? Bu baxımdan bu memorandumlar daha yaxşı. Geri dönüm bu gün üçün təxminən 190 min tələbənin artıq Tələbə Plus kartı var və Tələbə Plus kartı vasitəsilə onların əldə etdiyi, yəni bunun marketini həyata keçirən bir təşkilata bizim maddi dəstəyimiz tələbə üçün, yəni o 190 min tələbə üçün çox geniş bir üfüqlər açır. Yəni bu gün nəqliyyat şirkətləri, daşıma şirkətləri, taksilərdən tutmuş ta qida restoranlara qədər və yaxud hansısa bir kağız ləvazimatı satan belə deyək, müəssisələrə qədər, ticarət obyektlərinə qədər bu insanlara başlayırlar 10%, 20% indirim verməyə. Yəni tələbənin belə deyək, nəzərə alsaq onun üçün ayda 20% öz yaşam və yaxud təhsil akademik xərclərindən 20% bir endirim əldə edə bilməsi bu onun üçün çox böyük yəni töhfədir və bu gün 20%-dir. Bu hər növbəti mərhələdə əlbəttə bu artıq digər hansısa bir xidmətlərdə bu gəlib 50%-ə qədər çatır. 50%-ə qədər. Çox gözəl. Biz indi xəbərləri dinləyəcəyik. Sonra sizin səfərlər var idi. O səfərlərdən nələr oldu və biz nələr qazanacağıq, o istiqamətdə danışacağıq. Həmkarım Ramil studiyadadır. Hər vaxtınız xeyir, sizə. Sabah xeyir. Xəbərlərlə davam edir. Studiyada Ramil Qasımlıdır. Azərbaycan Rəssamlar İttifaqı və Var Yox Mədəniyyət və İncəsənət platforması birgə əməkdaşlıq çərçivəsində qadınların bədii təcrübələrini vurğulamağa həsr olunmuş illik Her Art in Action festivalının bu ilki buraxılışını təqdim edib. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva festival çərçivəsində keçirilən Xəyal etmək azadlığı mövzusunda sərgidə iştirak ediblər. Martın 9-undan aprelin 6-sına dək davam edən bu ilki sərgi qadınların həm fərdi, həm də kollektiv şəkildə xəyallarını necə təsəvvür və ifadə etdiklərini, necə vizuallaşdırdıqlarını araşdırır. Ağdamda 19-cu əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək. Bu barədə Qasım bəy Zakir və Qarabağ ədəbi ictimai mühiti mövzusunda elmi konfransda bildirilib. Ağdam Muğam mərkəzində davam edən konfransda Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən söz açıblar. Qeyd olunub ki, Xındırıstan kəndində ədəbin ev muzeyinin inşa edilməsi nəzərdə tutulub, yaxın müddətdə muzeyin inşasına başlanılacaq.
Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması ilə yol nəqliyyat hadisələrinin baş vermə ehtimalı artır. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub, vurğulanıb ki, xüsusilə dumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiya müddəti uzanır və nəticədə ani diqqətsizlik yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xəbərdarlıq edir. Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın. Qəfil manevrlərdən çəkinin, işıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin. Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqaməti hərəkət zolağına çıxaraq ötmə etməyin. Piyadalarsa unutmasın ki, dumanlı havada sürücülərin onları görməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli və məsuliyyətli olmalıdırlar. Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqət və ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin və yolda məsuliyyətli olun. Region ölkələri IŞİD terror qruplaşmasına qarşı birgə fəaliyyət göstərmək və bu məqsədlə əməliyyat mərkəzi yaratmaq barədə razılığa gəliblər. Bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan deyib. Onun sözlərinə görə terrorçulara qarşı birgə mübarizə vacibdir. Fidan əlavə edib ki, PKK regional problem olduğundan ona IŞİDə qarşı tətbiq olunan metodologiya və tədbirlərlə yanaşılmalıdır. PKK Türkiyədə 1 kvadrat metr əraziyə nəzarət etməsə də Suriyanın 1/3-ni işğal edib və enerji qaynaqlarına nəzarət edir. İraqda, İraq Kürdistanında 700 kəndi, Sincar bölgəsini və bəzi başqa əraziləri işğal ediblər. Yəni bu təkcə Türkiyənin problemi deyil. Qeyd edək ki, birgə əməliyyat mərkəzinin yaradılmasında Türkiyə, Suriya, İordaniya, İraq və Livan iştirak edir. Kanada heç vaxt Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmayacaq. Bu barədə Kanadanın hakim Liberal Partiyasının yeni lideri, tezliklə ölkənin baş naziri olacaq Mark Carney deyib. Amerika Kanada deyil və Kanada heç vaxt heç bir şəkildə və ya formada Amerikanın bir hissəsi olmayacaq. Bu mübahisəni biz başlamamışıq. Ticarətdə, xokkeydə olduğu kimi Kanada qalib gələcək deyə siyasətçi bildirib. O, Amerika Birləşmiş Ştatlarına güvənmədiyini deyib. Bilirəm ki, bu qara günləri bizə artıq etibar edə bilməyəcəyimiz bir ölkə gətirib. Birləşərək sarsıntıdan çıxa biləcəyik. Sizə söz verirəm ki, biz birlikdə bu böhranın öhdəsindən gələcəyik. Böyük Britaniya Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməkdə və kiber təhlükəsizlik sayəsində yardım göstərməkdə davam edir. Bunu Sky News telekanalına müsahibəsində Lancaster Hersoqluğunun kansleri Pat McFadden bildirib. Biz Ukraynanı silahla təchiz etməyə və kiber cəbhədə kəşfiyyat dəstəyi və yardım göstərməyə davam edirik, o söyləyib. Sonda isə hava haqqında məlumatı təqdim edirəm. Havaya gəlincə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək, temperatur gecə 3-6 dərəcə isti, gündüz 9-13 dərəcə. İsti olacaq Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək, temperatur gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti müşahidə olunacaq. Dəyərli dinləyicilər, sizə çatdıracaqlarım bu qədər. Səhər efirimizi həmkarım xanlar davam etdirir. Diqqətiniz bizdə olsun. Səhər saatı. Arzman, təşkilata sədr seçilən gündən bildik ki, beynəlxalq arenada çox aktivsiz. 3 beynəlxalq təşkilatın üzvü, ikisində idarə heyətində, təşkilatın idarə heyətində təmsil olunursunuz. Bu bizə nə verir? Nə verəcək?
səfərlər oldu. Xanlar bəy, bəli, mən əsasən vurğulamaq istəyərdim Beynəlxalq Avrasiya Təhsil İşləri Həmkarlar İttifaqı Birliyi və əlbəttə ki, dünyanın ən böyük təhsil işləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyi təşkilatlarıdır ki, burada rəyasət heyətinin üzvü kimi iştirak etmək, yəni bura seçilmə özü bir uğurdur. Məndən əvvəl də burada təmsilçilik olub. Ancaq biz yəni günümüzün reallığına uyğun olaraq məqsədimiz əvvəldə dediyim kimi ən yaxşı təcrübələri gətirməkdir. Bir çox ölkələrdə həmkarların əsas işindən biri, əsas missiyasından biri o kollektiv müqavilələrin, yəni işə götürənlərlə bağlanılan kollektiv müqavilələrin icrasına, effektivliyinə nəzarət edə bilməkdir və burada mərkəzi çox vacib bir həssas məqam var. Bunun üçün müəyyən mərkəzi icra hakimiyyəti orqanları var ki, əməyin müfəttişliyini, əməyin təşkilini qiymətləndirən, əməyin inspeksiyasını qiymətləndirən, bundan əlavə biz öz üzvlərimizin çalışdığı müəssisələrdə bu kimi şəraitlərin hansı yerdə olduğunu, yəni onun işinin texniki, infrastruktur baxımından, belə psixoloji baxımdan nə dərəcədə toksik və yaxud sağlam mühitdə olması, bununla bağlı çox ciddi bir monitorinqlərimiz olmalıdır, olacaqdır, yəni bunu planlaşdırırıq və bu sahədə yəni beynəlxalq təcrübənin əvəz olunmazdır. Yəni orada müxtəlif ölkələrdə, həm Avropada, həm Asiyada, həm Avrasiyada bu məsələlərə necə yanaşılır? Çünki burada çox vacib məqamlardan biri də hansısa misal olaraq əgər biz orta məktəbləri götürsək, ölkədə olan orta məktəblərin bir qismində təmir, biz bunu davamlı olaraq sosial mediada görürük, müəyyən şikayətlər olur, hansısa bir ucqar kəndlərdə ola bilər, hansısa rayonlarda ola bilər ki, müəyyən məktəblərə cari və yaxud əsaslı təmirə ehtiyacı var. Bu baxımdan həmin məktəbdə təhsil verən müəllim və yaxud orada çalışan texniki işçi və yaxud oranın rəhbər heyət, bunlar bizim həmkarımızın üzvüdür, Həmkarlar İttifaqının və onların biz həmin mühitdə çalışması üçün, həmin biz onunla bağlı mütləq surətlə hansısa bir proqram, qiymətləndirmə, baxış keçirib Elm və Təhsil Nazirliyindən bunu müzakirə etməliyik. Digər tərəfdən, yəni səmimi olaraq bildirsən, burada çox vacib amildən biri həmin məktəblərin təmiri üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanı olan, yəni Maliyyə Nazirliyinə ayrılacaq vəsaitlərdən çox ciddi asılılıq olur ki, burada artıq həmin maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı bir məqam var. Yəni əgər 100 məktəbin təmirə ehtiyacı varsa, ancaq 50 məktəb üçün vəsait ayrılırsa, bu hər bir halda digər 50 məktəbdə olan texniki problemlərin mövcudluğu ola bilər. Amma bu özü də növbəti illər üzrə, yəni o zərurətdən doğan həyata keçirməlidir və biz bunu misal üçün çox yaxşı bir təcrübələri gördük. Bu hansı qaydada olur? Yəni burada bir monitorinqdən sonra kommunikasiyalar, yəni baş saziş zamanı, baş sazişin bağlanması zamanı müvafiq belə deyək təhsil əgər nazirdirsə və o danışıqlar zamanı bunun bir qaydaları, bir formaları və müddətləri müəyyən olunur ki, bu müddət ərzində belə deyək həmin öhdəliklər tanınır. Almaniyadaydınız, orada da bu istiqamətdə görüşdə keçirildi yoxsa? Bəli, orada da Albaniyada, orada da müəyyən təcrübələr, yəni burada ən vacib məqam, yəni bu Fransada, İngiltərədə və yaxud Şərqi Avropa ölkələrində tamamilə fərqli ola bilər. Həm strukturuna görə, yəni orada təhsilin həm pillə səviyyələrinin fərqliliyi, onun dövlət və yaxud özəl istiqamətdə olması, bir çox faktorlar var ki, bunlar eyni zamanda da bu iqtisadi baxımdan yaxınlıq, say baxımdan yaxınlıq bu Şərqi Avropa ölkələrində daha çox bənzər bir təcrübələr ola bilir. Yəni bu baxımdan çalışırıq. Ən vacib olan Albaniya isə uğurlu modellərdən biridir. Həm təhsil sahəsində belə deyək, üzvləri çox olmasa da, yəni sadəcə görülən tədbirlər, həyata keçirilən tədbirlər ən yaxşı modellərdən biri hesab olunur. Bu baxımdan onların dəvəti ilə biz iştirak elədik və biz də öz təqdimatımızı, öz təcrübələrimizi bölüşdük və öz fikirlərimizi bölüşdük. Ən yaxşı məqamlardan biri özəl təhsil sahəsində çalışan, yəni özəl təhsil verən müəssisələrin artıq bu gün həm dünyada, həm bizdə maraqlı olması da həmkarlar ittifaqları ilə çalışmağa və bu baxımdan mən bildirərdim ki, təxminən son 2 ay ərzində bir 10-15 təhsil müəssisəsi Azərbaycanda, özəl təhsil verən müəssisəsi artıq əməkdaşlıq marağını bildirmiş, onlardan bir 4-5 təhsil müəssisəsi artıq sıralarımıza qoşulmuş və bu deməkdir ki, artıq həmkarlarla qurulan işin
Yəni zərurətini anlamağa başlayırlar və bildirdiyimiz kimi o memorandumlarımızdan bir qisminin bağlanması məhz bu istiqamətdədir ki, daha çox özəl təhsil ictimaiyyətində yanımızda görə bilək. Yəni bizim öz keyfiyyət indikatorlarımızdan biri də bu olacaq. Qarşıdan Novruz bayramı gərək biraz danışdıq, amma bizim təhsil işçilərimiz nələri gözləyirlər? Novruz bayramı ərəfəsində bizim əsasən belə deyək, həm tələbələr üçün, həm məktəbə qədər təhsil müəssisəsinin, yəni bundan əvvəl bildirdiyim kimi elmi təşkilatların, müəssisələrin üzvləri, eyni zamanda orta təhsil müəssisələrində üzvlərimiz, yəni o təhsil pilləsinə olan, onlar üçün müəyyən düşərgələr keçirdik. Həm zəfər düşərgəsi, həm yeni illə bağlı və hal-hazırda Novruz ərəfəsində tələbələr üçün belə deyək bir düşərgənin həyata keçirilir. Bu belə deyək karyera liderləri kimi və Novruz ətrafında, Novruz bayramının istirahət günlərində belə bir düşərgəmiz olacaq və məktəbə qədər təhsil müəssisələrinin işçi heyəti üçün, çünki bu da bizim yəni benefisiarımızın bir böyük qismindən biri də bu olduğu üçün o həmin məktəblərdən də ən yaxşı qocaman, peşəkar müəllimlərin, təhsil işçilərinin, yəni qabaqcıl təhsil işçilərinin seçilərək və belə təxminən 300 nəfərə yaxın hər bir düşərgələr üzrə benefisiarımızı əhatə etməyə planlaşdırırıq və əlbəttə ki, bu mümkün olan bütün dövrlərdə bu davam edəcək. Bu davamlı olaraq biz təhsil mərkəzimizi bir intellektual hava çevirmək niyyətimiz var. Araz müəllim, veriliş başlayandan bu yana qədər demək olar ki, bir hardasa 7 dəfə siz biz məlumatlandırmalıyıq. Biz məlumatlandırmalıyıq. Yəni insanlara daha çox çatsın mesajını ötürürsünüz. Yəni sizdən öncə bilirdi ki, hansısa bir formada bu məlumatlandırmamalıyıq, informasiya çıxmamalıdır. Bir mesajı ötürülürsə, siz məlumatlandırmalıyıq mesajını ötürürsünüz. Buna səbəb nədir? Yəni, niyə biz bu qədər yaymaq istəyirik ki, yəni ay insanlar, siz də istirahət eləməlisiniz? Tamamilə sizinlə razıyam. Burada bilirsiniz, hər dəfə hamını bütün ehtiyaclarını qarşılamaq olmur. Burada bir növbəllik olmalıdır. İstəyir yollayış sistemində olsun, istəyir istirahət sistemində olsun, istəyir hər hansısa bir tədbirlərə qoşulmaq imkanı yaradıldıqda. Amma bu strukturlu şəkildə kommunikasiya olunduqda bundan heç kim narazı qalmır və çox ciddi ətrafımızda, yəni bilirsiniz, o iş olan yerdə mütləq bir problem də olur və dərhal sarı medianın təsirləri var. Sonra müəyyən qurulmuş struktur dəyişildikdə, yəni əvvəldən hansısa bir təchizatçıların maraqlarına toxunmağa başlayırıq və bu baxımdan müəyyən müqavimət görməyə başlayırıq. Bu əlbəttə biz bundan ruhdan düşmürük, yəni bundan qorxmuruq, bunun arxasında gizlənmirik. Sadəcə kommunikasiya, daha çox ünsiyyət, əks əlaqə imkanı yaradır və əks əlaqə zamanı biz öz işimizin, öz strategiyamızın, öz fəaliyyətimizin müsbət və mənfilərini görə bilirik. Yəni nə dərəcədə həyata keçirdiyimiz tədbirlər həmin ehtiyacları qarşılayır. Yəni bugün bir təlimin keçirilməsi və yaxud bayaq dediyim kimi 100 nəfərə 100 manatdan yardım etmək və yaxud 1000 nəfərə 10 manatdan bilet alıb vermək mədəni bir kütləvi proqramda daha çox tamaşada iştirak edə bilməyi, yəni bu mən düşünürəm ki, bu günümüzdə daha aktualdır. Və həm sosial intellektin inkişafı, həm cəmiyyətimizin inkişafı, həm maarifləndirmə, həm də ki bu mədəni mərkəzlərimizin fəaliyyətinə dəstəkdir. Yəni istəyir teatrlarımız olsun, istəyir yaradıcı və yaxud istəyir sinema klublar olsun, başqa bir yaradıcı platformalar olsun, onların yaşayışına bir imkan yaradırıq. Yəni onların çoxalmasına, onların dəstək, daha yaxşı kontent, daha yaxşı günümüzdə bilirsiniz ki, bu çox vacib məqamdır. Yəni bəzən TikTok və yaxud hansısa bir başqa sosial şəbəkənin verdiyi məlumatlar və daha çox əl çatanlığı bizim məktəb və yaxud akademik resurslarımızdan daha tez, daha çevik olur. Bu reallıqdır. Bunun üçün də çalışmaq lazımdır ki, biz əlbəttə üzvlərimizə fərq etmir, hansı yaş kateqoriyasında olsun, daha keyfiyyətli bir kontent təqdim edə bilək. Çox təşəkkür edirəm sizə. Uğurlar arzulayırıq. Türkçe televiziyası və radiosu olaraq da sizin yanınızdayıq. Çox sağ olun, var olasınız. Səhər saatı bununla da yekunlaşır. Sizsə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.